Assalamu aleykum və rəhmətullah. Deməli, suallarınıza qısa-qısa gəlmək istəyirəm. İddia olunur ki, e, Peyğəmbərdən sonra 200 il, 600 il sonra Peyğəmbərə aid olacaq hədislər yazılmışdır. Bu e, ümumi olaraq danışacağam. Elə bir mövzu var ki, ümumi danışacağam. Elə bir mövzu var ki, fərdi olaraq danışacağam. Bəli, elə bir mövzular var ki, ümuminin içərisində siz də gedəcəksiniz. Bu mövzuda sizə də sözüm var. Əlbəttə ki, dəlillərlə. Bunu bilmək lazımdır ki, Peyğəmbər öz zamanında hədis yazmağa icazə vermişdi və hədisləri tələb etmişdi, yazılmalıdır. Bu barədə mən sizə inşallah kitablar və kitabların içərisindəki olacaq yazılar və ünvanları sizə təqdim edirəm. Bu birinci bizə qarşı atılan bir iftiradır. Bizə qarşı atılan bir iftiradır. Bu iftira da ən çox və ən çox hədis inkarçısı olan, amma əslində hədis inkarçısı olmayıb, həmçinin Qur'an inkarçısı olanlar bunun iddiasındadırlar. Amma halbuki bizim kitabları oxumamış, bu qənaətə gəlməklə özlərini insanlar içərisində, özlərini elm tələbələri içərisində, düşüncəli olacaq insanların içində rüsvay etdilər. 3-4 gün bundan qabaq mən hədis inkarçıları ilə TikTokda müzakirə edərkən mənə dedilər ki, sizin bütünlüklə namazınızın detalları heç bir hədisdə cəm olunmamışdır və onun müqabilində mən ona 10 ciltli hədis kitabını təqdim etdim. Namazın təlimləri adında adam demək olar ki, heç nə deyə bilmədi. Onun üçün də bir şeyi deməmişdən qabaq eşitdiklərimizin dalınca yox, eşitdiklərimizi birinci yoxlayacağıq və sonra bu sualı verəcəyik ki, həqiqətən Peyğəmbərdən sonra yazılmışdı, yoxsa yox? Xeyr, Peyğəmbərdən sonra yazılmamışdır. Peyğəmbərin elə vaxtında yazılmışdır. Sizdən xahiş edirəm ki, mən bütünlüklə sizin mənə təqdim etdiyiniz, səhv etmirəmsə 5 dəqiqə 11 saniyəlik olacaq səsinizi hamısına cavab verim və sonra sizə deyəcəm ki, buyurun, hansısa dəlillə inkar edəcək bir mövzu varsa, bismillah. İnşallah bir yerdə, əl-ələ verib bir yerdə bu məsələni çözəcəyik inşallah. Rəbbim haqqı haqq olaraq göstərsin, haqqa yaxınlaşaq. Rəbbim batili batil olaraq göstərsin, batildən uzaqlaşaq. Amin. İnşallah dediyim kimi mən hələlik bu səsləri, bu yazıları bütövlüklə sənə təhvil təslim olaraq verim. Sonra siz danışarsınız. Xahiş edirəm, hələm mənim səhifəmə, hələm heç nə atmayın. Özünüzdə qeydlər aparın. Necə ki mən və həmçinin də bunu da qeyd etmək istəyirəm ki, Allah Rəsulu yatağında olarkən mənə qələm və dəftər verin. Elə bir şey yazın ki, məndən sonra yolunuzu azmayasınız. Biz görürük ki, Allah Rəsulu yəni qələm və dəftər istəyir və deyəcəyi sözü kağıza yazdırmaq istəyir. İndi orada aləm dəyər falan, o ayrı bir mövzu. İstəsəz bu mövzunda mən Şiənin elm tələbəsi ilə müzakirəm var. Onu da verərəm, əgər suallar olarsa. Yəni bunu da qeyd edirəm, səsli olaraq qeyd edirəm bunu sizə ki, yəni məşhur olduğuna görə da bunun dəlilini tapıb axtarmadım sizə. Amma belə var. Yəni istəsəz onu da dəlilini axtarım sizə. Bura kimi biz görürük ki, Peyğəmbər öz dönəmində yazdırmışdı və bunlar açıq aydın olaraq yazılan o vaxtı papirus və s. nemətlər üzərinə yazılırdı. Kimlərsə deyirsə ki, Peyğəmbərdən sonra yazılıb, bu şər və böhtandır da. Ümumi olaraq Peyğəmbər fikir versiniz yazdırırdı, ən çox yazdırırdı, amma tələbi bu deyildi ki, məsələn, əzbərciyim. Amma elə sahabə var idi ki, deyirdi ki, mənə ehtiyac yoxdur yazmağa, mən əzbərçiyəm. İki yerə bölünürdü sahabə. Yazanlar, yazmayıb əzbərləyənlər. Və biz bunu görürük ki, orada ən çox tələb yazmaqdır. Və gələcəkdə olanlar üçün də bir mesajlar var. Yəni bu çatsın. Yəni Peyğəmbərin hədislərini izləyərək görürük ki, öz dönəmi üçün yox, sonra gələnlər sözü var orada. Yəni gələcəkdə olan müsəlmanları da fikirləşirdi Allah Rəsulu və onlar üçün də sahabəyə bir mesaj verirdi ki, bunlar yazılsın və gələcək nəslə ötürülsün. Bəli, gələcək nəslə ötürülsün. Dediyim kimi hələ mənə heç nə atmayın, suallar atmayın. Mən sizin 5 dəqiqə 11 saniyəlik səsinizə tam olaraq cavab verin və sonra deyəcəm ki, buyurun, siz davam edin. Və bunu bilən sahabələr, bunu eşidən sahabələr o kitabları, o hədisləri toplayırdılar. Öz xəlifəliyi dönəmində bir kitabxana düzəldirdilər. Çünki hakimiyyəti idarə edən qazilər, hakim,
mübahisənin həlli yolu Quran və sünnət olduğu üçün xəlifələrin boynunda bu vacib idi ki, peyğəmbərdən çıxacaq hədisləri hamısını bir yerə toplasın. Biz görürük ki, yəni xəlifələr bunu öz dönəmlərində yazmışdılar. Və qaldı ki, Buxariyə gələcəm inşallah. Buxarinin elə qısa olaraq deyim, Buxari ona çatan, məsəl üçün, o hədislər var idi, məsəl üçün, Peyğəmbərin yazdığı və yaxud sahabələrin yazdığı kitab Buxarinin əlinə keçir. Buxarinin əlinə keçir, Buxari bir şey eləyir, nə edir? Onu başlıqlarla qoyur. Yazılan bir kitab var, hədislər var. Onu bölüm-bölüm ayırır. Namaz mövzusu burada elə ki, namaz girib cihadın içinə, cihad girib belə deyək də, boşanmağın içinə. Bunların hamısını Buxari ayırır. Namaz bölümü edir, cihad bölümü edir, həcc bölümü edir və s. Anlatabilirəmmi? Və s. Və bunları diqqət. Bunları edərkən də sahabələrin sözlərini də orada qeyd aparır. Çünki biz bilirik ki, Allah Rəsulunun sözü var. 3 nəsil olacaq, xeyirli olan nəsil olacaq. Biz də Buxarini o xeyirli nəslin içində görürük. O xeyirli nəslə çatıb hədisləri söyləyən, rəvayət edən bir şey ki, subhanallah, əlində xəlifələrin dönəmində yazılan, daha doğrusu Allah Rəsulunun dönəmində yazılan və sonra xəlifələrin dönəmində ciddiləşdirən bir kitabı görən bir insan artıq bu onu göstərir ki, həmənki insanlara yaxındır. Xeyirli 3 nəslin içərisindədir və o kitablarına, yəni Buxari öz kitablarına nələri də əlavə edir. Biz bildiyimiz kimi bütünlüklə nə var idisə, Peyğəmbərin ağzından çıxacaq sözlər, nə var idisə yazılı və əzbərli olacaq hədislər, xəlifəliyin dönəmində bu qayda alınır və Buxarinin əlinə keçir. Buxari bunu nizam-intizama salır, bölümlərə bölür, amma bir şeylər də əlavə edir. Nədir o? Məsəl üçün, Əbu Bəkirlə Ömərin arasında olan söhbət, İmam Əli ilə Əbu Bəkirin arasında olan söhbət. Elə ki, Allah Rəsulü dünyasını dəyişir. Ondan sonra biz yəni o hadisələri biz Buxarinin kitabında görürük. Aha, bunu artıq Buxari o kitablara əlavə edir. Uşaqlar, qapı döyülür, qapını açın. Hüseyin. Niyə bağlayırsınız ki? Anadınız bilmirsiniz, gəlir. Hə, belə. Sahabə arasında ixtilafı, savaşı, inciliyi, küsürlüyü hamısını ora qayd edir. Amma çox adam bunu bölə bilmir. Deyir ki, bunu Buxari yazıb. Xeyr, Allah Rəsulundan gələcək hədislər artıq yazılmışdır. Sadəcə o nizamı salır. Buxarinin yazdığı Allah Rəsulundan sonra olan sahabələr arasında mehribançılıq, düşmənçilik, küskünlük və din üzərində ixtilafı yazır. Anlatabildim mi özümü? Teşekkür ederim size. Özünü sayın. Mən indi belə deyək də müəyyən işlərim var. İnşallah onları görüm, sizə dönüş edəcəm Allah'ın. Burada mən sizə yuxarıda demişdim, amma onun dəlilini atmamışdım da. Ürəyimdə qalmışdı ki, bu yəni Allah Rəsulunun hədisini də sizə söyləyim. 3 nəsil öz dönəmi, sonra o əsr keçir. İkinci əsr gəlir və sonra üçüncü əsr gəlir. Üçüncü əsrdə də belə deyək də Buxari o nəslin içində olur. O hədislərə ulaşır, o hədislərlə də tanış olur. Yəni bunun dəlilini də atdım ki, bu söz olaraq siz bunu söz olaraq götürməyəsiniz, dəlillə götürəsiniz və soruşduqda kimsə və s. onlara bu dəlili təqdim edəsiniz. Yox, bu dediklərinizin hamısını bildim. Mənə ən əsas lazımdır ki, bu hədislərin yəni qədimi nüsxələri, məsələn 600 il əvvəl, 700 il əvvəl olan nüsxələri oradan tapmaq olar və bu lazım olan, aid olan nüsxəsini gətirin. Heç bir gətirə bilməyəcək. Yəni indiyənə qədər dəfələrlə söhbət eləmişəm. Hər dəfəsində həmin nüsxələrin də orijinalı yoxdur. Yəni məsələn istər Əhlüsünnəyə mən müraciət edeyim ki, Buxari Müslimin 300 il bundan əvvələ aid olan nüsxəsini gətirin. İstər Şiələrə müraciət edeyim ki, Biharul Envarın və Əl-Kafinin 300 il bundan əvvələ aid olan nüsxəsini gətirin. Heç biri gətirə bilməyəcək. Yəni indiyənə qədər dəfələrlə söhbət eləmişəm. Hər dəfəsində bəzi sələflər deyir ki, Mədinədə, Məkkədə var,
Qardaşlar görüblər, şiələr deyir ki, Qumda var, Nəcəfdə var, qardaşlar görüblər, amma görüblər deməklə olmur. Desəm ki, gətir, mən bunu yoxlatdırım, görməli bu həqiqətən də qədimə aiddir. Yoxsa yalan deyirlər, öyrənmək lazımdır, araşdırmaq lazımdır. Heç bir nüsxə gətirə bilmirlər. Hamısı müasir zamana aid olan nüsxələrdir. Və Salam aleyküm. Deməli siz bu səsdə deyirsiniz ki, yəni heç bir yerdə bu nüsxələr qalmayıb. Bu nüsxələrdən nadir olaraq, yəni mən bildiyimə 4 dənə ölkə var ki, o ölkədə muzeydə saxlanır. Səudiyyə Ərəbistan, Misir, İraq və Türkiyə. Bu 4 ölkədə Allah Rəsulunun vaxtında yazılan əlyazmalar var. İndi buna biz necə çata bilərik? Aha, buna biz necə çata bilərik? Buna mütləq olaraq sizin bu barədə böyük bir vəsaitiniz olmalıdır ki, həmənki dövlətə gedəsiniz və həmənki dövlətin nümayəndələri ilə dövlət səviyyəsində, yəni siz 4 dənə ölkəyə gedirsiniz, oranın rəhbərsiz yoxdur. Var, yoxlanışdan sonra siz ondan sonra deyə bilərsiniz ki, bu var, yoxsa yox. Yalan imiş, yalan. Siz bunu müdürünə deyilir, o sizə icazə verər, verməz və yaxud da muzeyin içərisində karbon testi olaraq avadanlıq varsa, sizin üçün bunu fərdi olaraq qabağınızda test edəcəklər, etməyəcəklər, Allah aləm. Amma buna edə bilərlər, müəyyən məbləğ ödəsəz, bu yəni bilmirəm, dövlət şəklində orada icazəlidirmi, yoxsa bir qıraqda levi deyək, öyrəşmişik, rusca bunu daha dəqiq anlatmağa. Belə deyə bilərsiniz. Bu bunun bir tərəfi. Amma siz deməyiniz ki, yoxdur, yəni bu doğru söz deyil, var. Sadəcə yoxdur sözünü o halda siz deyə bilərsiniz ki, mən testi yoxladım, bu o deyilmiş, bu yalan imiş, yalan. Siz bunu onda deyə bilərsiniz, yoxdur. Var, yoxlanışdan sonra siz ondan sonra deyə bilərsiniz ki, bu var, yoxsa yox. Və ora getmədən də necə öyrənmək olur? Məsəl üçün, müəyyən hədislər var ki, qeyblə bağlı olacaq, yəni gələcəklə bağlı olacaq, elmlə bağlı olacaq. O vaxtilə deyilmişdi və günümüzdə də onu görürük və heç karbon yəni testi ilə nəyisə yoxlamaq ehtiyac olmur. Siz bunu özünüz araşdırırsınız. Məsəl üçün, Allah Rəsulü deyir ki, bir misal deyəcəm, bir hədisdə gəlir ki, qiyamətin əlamətlərindən biri bu olacaq ki, əhqabı danışacaq. Yox, əhqabı danışacaq da. Siz bu hədisi yoxlaya bilərsiniz. Əhqabı danışacaqmı, danışmayacaqmı? Və yaxud da ki, günümüzdəki olan hədislər var ki, o artıq öz təsdiqini tapıb. Məsələn, mən bir məclisdə idim, iftara çağırmışlar, hədis inkarçıları idi. Mənim ən çox hədis inkarçıları ilə ünsiyyətim olur. Nəysə, çağırıblar məni, hamısı vəzifədə oturanlar falan. Yedi, içdi, iftar açdıq və suallar gəlir. Elçin, qızılın haram olmasını mənə sübut elə. Allah hamd olsun, doğru söz deyirəm. Dedim, qızılın haram olmasını hədisdən əlbəttə ki, qəbul etməyəcəksən, ayədə də yoxdur. Amma sənin üçün gözəl bir üsul və qayda var da. Dedi, nədir? Dedim, ümumi olaraq Allah Quran-ı Kərimdə deyirmi ki, ziyanlı olan şeylərdən qaçın. Deyir, hə, ziyanlı olacaq şeylərdən ən yaxşı şeylərə gəlin deyir. Bəli, bu kimi ayələr var. Deyirəm, sən laboratoriyaya gedirsən, qızılın haram olması, əgər bir şeydə haram varsa, günah varsa, bil ki, onun bir ziyanı var. Ona görə Allah Subhanahu taala ona haram və günah demişdi. Sən gedirsən laboratoriyaya, qızılı yoxladırsan və yoxladandan sonra öz üzərində test edirsən, bunun kişi bədəninə nə qədər ziyan olduğunu bilmək üçün müəyyən testlər var, laboratoriyalar. Sizə bir söz deyim, ən bunun yaxşı üsulu və qaydası da budur ki, müəyyən hədislər var ki, mənə deyirlər, biraz fitrətə oturmayan hədislər var da, fitrətə oturmur. Hansı fitrətə oturmayan bir hədis görmüşsünüzsə, əhl-sünnətdə, onu deyin mənə, belə də yəni çözmək olar Allahın izni ilə. Yəni elə şeylər olur ki, Allahın izni çözmüşəm də inşallah. Kişilərdən öyrənin. Əssalamu aleykum və rəhmətullah. Deməli, mən sizə dünənləri dedim ki, hansısa bir hədislər varmı ki, deyəsiniz mənə və bir yerdə onu çözək, öyrənək. Onlardan bir dənəsini maşallah dediniz ki, Ayşə anamız müəyyən İslama aid olacaq qayda qanunlar var ki, onları deyib, o hökmlər də Peyğəmbər ola, kişilərin gəlib ondan soruşması ki, qüsul və s. Ən birinci buna istəyirəm, mən sizə dəlil söyləyəm. Deməli, biz bunu bilməliyik ki, ümumi olaraq şəriət təkcə kişilərdən öyrənilmir. Həmçinin də
xüsusi olaraq, bax, xüsusi deyirəm, xüsusi olaraq qadınlardan öyrənilə bilər. Onlardan da biri Peyğəmbərin həyat yoldaşlarıdır ki, onlardan yəni bu şeylər öyrənilə bilər. Və qaldı ki, Peyğəmbər ola niyə niyə biraz yavaş. Peyğəmbər ola niyə Ayşə anamızdan öyrənilməlidir? Yəni bu şey ziddir. Mən inşallah bunu ətraflı olaraq danışacağam. Allahın adı ilə. Deməli, birincisi biz bilməliyik ki, o kişilər kimlər idi? Kor idimu? 1. Kişiliyi getmişdimi? Yəni qoca idimi? 2. Üçüncüsü isə Peyğəmbər o vaxtı var idimi? Soruşulurdu. Və yaxud da ki, hansısa bir mövzuda ixtilaf var. İxtilafın həlli yolu üçün mütləq olaraq ev əhlindən bir hədisin və yaxud da ki, bir ayətin təsdiqi üçün Əhl-Beytdən sübut və isbat var idi. Məsəl üçün, bir sahabə arasında ixtilaf olur. Onlar deyirlər ki, biz Allah Rasulundan bunu belə eşitdik. Adam deyir, şahid istəyirik. Şahidi tapmaqdan ötürü o qapıya gedilə bilir. O qapıya gedilə bilir. Və yaxud da ki, Allah Rasulu yoxdur. Dediyim kimi, Allah Rasulu yoxdur. Dünyasını dəyişib. Fitnə zamanıdır. Savaş zamanıdır. Hafiz Quran, hafiz hədis bilənlər yoxdur və yaxud da ki, var, başqa yerdədir. Zərurət. Bax. Zərurət. Biz bilirik ki, haram bir şeylər elə bir yerdə olur ki, mubah ola bilir. Donuz əti haramdır, amma sən bunu acından ölməmək üçün yeyə bilərsən. Elə bir məsələlər var ki, kişidən soruşmalıyıq, amma zərurətdən dolayı bu elmi yalnız və yalnız Ayşə xanım bildiyinə görə onun yanına gedilə bilir. Sadəcə və sadəcə dediyiniz kimi Buxaridə, Müslümdə, Əhl-Sünnətin bəzi kitablarında 18 plus, yəni adını deyirsiniz. Yəni yaxşı olmayan mövzular haqqında qadından elm öyrənilir. Mən bunların variantlarını sizə dedim inşallah. Ondan əlavədə Maide surəsinin 6-cı Əsəb surəsinin 6-cı ayətini gətirmək istəyirəm. Allah Subhanahu taala Qurani-Kərimdə kişilərin anasını, Peyğəmbərin zövcəsini müsəlmanlar, yəni kişilərin anası elan etmişdir. Və bundan dolayı da bir sahabə öz anasından soruşmuş kimi onu Ayşə anamızdan da o elmi soruşa bilər. Necə ki, biz bu günləri həyat yoldaşımıza, biz bu günləri anamızla müəyyən məsələlər var ki, açıq məsələlərdir ki, bunu öyrənə bilirik. Və sahabələrdə ana olduğuna görə, Qurani-Kərim möminlərin boynuna Peyğəmbərin zövcələri analarıdır qoyduğuna görə, buna görə deyə də bilirlər. Yəni bu şeyləri deyə də bilirlər. Yəni bundan dolayı, yəni səbəbləri öyrənmək lazımdır. Hədislərin özünə baxmaq lazımdır. Bu 1, 2 və yaxud da 3. Məsəl üçün Allah Qurani-Kərimdə ümumi olaraq Allah Subhanahu taala Rasulullahla bu dediyimiz məsəl üçün 18 plus da indi siz belə qoydunuz adım, mən də belə deyirəm. Allah öz Rasulu ilə də bu hökmləri 18 plusu bölmüşdür. Qadınlara hardan kişi girəcək. Və həmçinin də cənnətdə qadınların sinəsi və s. olacaq. Yəni bu şeylər var. Yenə deyirəm, yəni bu şeyləri hamısı incələmək lazımdır. 18 plus Ayşə möminlərin anası bu sözü dediyinə görə mən qəbul etmirəm. Olaraq yola çıxmaq olmaz. Bu yəni ədalətsizlikdir. Məsələlərin hamısı incələnməlidir. Bax, saydığım məsələlər var və saymadığım da məsələlər var ki, buna baxmaq lazımdır. Bu 1. Siz deyirsiniz ki, gedək görsə də bilmirlər. Mən bax bunu onun üçün dedim ki, Peyğəmbərə aid olacaq nüsxələri burada böyük bir vəsait lazımdır. İnşallah siz bu vəsaiti əldə edib yola çıxa bilərsiniz. Və bu günləri sizdən mən sorursam ki, bəs Qurani-Kərimin səhihliyini bəs necə inandınız? Örfdür, adət-ənənədir. Hamı inandı, mən də mi inandım? Siz əgər üzrlü sayın, yəni tam olaraq araşdırmasısınızsa, Qurani-Kərimi araşdırmamısınızsa, yəni karbon testi ilə araşdırmamısınızsa, necə hədislər sizin üçün bağlıdırsa, Qurani-Kərim də sizin üçün bağlı olmalıdır. Çünki onların əlindən keçib, yəni Qurani-Kərim o sahabələr var ki, ədalətsiz olaraq tanınmışdı, ədalətli olaraq tanınmışdı. Amma siz məsələn inanaraq, yoxlamadan bu məsələyə
elə inanmısınız. İnsanların çoxu bu məsələyə yoxlamadan inanmışdı. Sizin özünüzə sual verirəm indi mən. Siz Qurani-Kərimə inanmağınızın səbəbi hədisə yaxınlaşmış kimi hədisləri həyatınıza qatmaq üçün bu Qurani-Kərimi həyatınıza qatmaqdan ötürü müəyyən testlərdən keçirdinizmi? Bu Qurani-Kərimi həyatınıza qatmaqdan ötürü müəyyən testlərdən keçirdinizmi ki, bu Qurani-Kərimə inandınız? Siz deyirsiniz ki, müəyyən ölkələrdə Qurani-Kərimin nüsxələri var. Tamam, siz getdiniz yoxladınızmı? Bir. Bəlkə o köçürtmədir, qoyulub ora. Siz onu test etdinizmi? Yəni demək istəyirəm ki, siz bu günləri yoxlamamış bir şeyi həyatınıza qatmısınız və ona inanırsınız. Amma hədislərə gələndə isə inanmırsınız. Yəni bu ədalət prinsipini lütfən hədislər üzərində keçirirsinizsə, mütləq olaraq ayələr üzərində də keçirməlisiniz. Amma keçirməmiş, yəni Qurani-Kərimin həqiqətən də Allah Subhanahu taala tərəfindən gəldiyini, testini yoxlamamış, amma o sizin həyatınızda var. Mən ateist deyiləm. Sadəcə və sadəcə bunu sizə çatdırmaq istəyirəm ki, yoxlamadan bir şey salmaq həyatınıza bu profillə yaşayırsınızsa, Qurani-Kərim də o profillə sizin həyatınıza daxil olmamışdır. Qurani-Kərimi atalarımızın, babalarımızın və eşitdiklərimizin belə deyək də sandıqda qalıb böyümüşük, inanmışıq, hə, budur, təhrif oluna bilməz və salam. Elə belə də getmişik, amma yoxlamamışsınız. Belə bir söz dediniz ki, Qurani-Kərimə uyğun gəlirsə qəbul edirəm. Axır 5 dəqiqə, 50, bu axırıncı dünənlər atdığınız dəqiqədə deyirsiniz ki, elə bir hədislər var ki, yoxlayıram, Qurani-Kərimə uyğun gəlirsə qəbul edirəm. Xeyr, əzizim, bu söz xətalı sözdür. Çox xətalı sözdür. Yəni ki, bu söz elmi söz deyil. Bu sözü düzdür. Əhl-Sünnətin elm tələbələri və həmçinin Əl-Şiənin elm tələbələri deyirlər ki, biz bu hədisi yoxlayırıq. Qurani-Kərimlə uyğun gələrsə götürərik. Bu absurd bir sözdür. Niyə? Bir də deyəcəm. Elə bir hədislər var ki, Qurani-Kərim o hədisləri inkar edir. Amma o hədislər insanın həyatındadır. Və həmçinin də elə bir deməli hədislər var ki, o sizin həyatınızdadır, Qurani-Kərim onu təsdiq etmir. Bir dənəsini deyəcəm, çox deməyəcəm. 17 rükəti təsdiq edəcək ayət varmı? Deyəcəksiniz ki, yox. 17 rükəti gündə 17 rükət Allaha təfil təslim olaraq veririk. Qurani-Kərim bu hədisi təsdiq edirmi? Və neçə o qədər hədislər var ki, onun əksini deyən ayələr var və bu necə olur? Bu başqa cür olur. Bax, belə bu mənim səsimi açsaz, bu birincini biləcəklər, amma ikincisini inanmıram bilsinlər. Bəlkə də bilərlər, Allah aləm. İkinci budur ki, hədis Qurani-Kərimi inkar edir, amma o hədis insanın həyatında yaşanır. Bütün dövlətlər bunu yaşayır. Bu yeri demirəm, inşallah mövzu əsnasında açılarsa deyərəm. Prosta sizin sözünüzə görə mən bunu dedim ki, bu sözü deməyin. Hədis Qurani-Kərimə uyğun gələrsə götürərəm. Yox, belə olmaz. Dediyim kimi elə bir hədislər var ki, onu Qurani-Kərim təsdiq etmir, amma sizin həyatınızda var. Əgər siz qəbul etdiyiniz hədislər var, məsəl üçün, içinə indi girsək, mən sizi tam olaraq belə təxmin etdim hansı xəttəsiz. Sizin qəbul etdiyiniz hal-hazırda elə bir hədislər var ki, siz onu yoxlamamışsınız. Yəni karbon testi ilə yoxlamamışsınız. Amma yəni bu tərəfdən də biraz uyğunsuz olaraq gəlir. İndi belə də bir şey olur ki, bəli, insan neçə illər hədislə yaşayır və sonra deyir ki, yox, bu belə olmaz. Mən bunu yoxlamalıyam. Bu da gözəl bir fikirdir. Əgər deyirsiniz ki, ətrafınızda imkanlı insanlar var, bu məsələni o saydığım 4 dənə dövlətə gedib bu məsələni Türkiyədə, Misirdə, Səudiyyə Ərəbistanda və s. olacaq ölkələrdə bunu əldə edə bilsəz, indi bunun bir dənə də yolu var da. Onda mən sizi belə deyək də, əzizim, siz bir dənə bax burada ayrım yapmalısınız. Bizə niyə? Biraz uyğun gəlmir. Çünki sizin həyatınızda hədislər varsa, siz artıq bunu edirsinizsə, gedib nəyə görə nəyisə yoxlamalısınız. Siz sırf olaraq Əhl-Sünnətə aid olacaq hədisləri yoxlamaq istəyirsinizsə, amma öz xəttinizdə yəni ola hədislə artıq yaşayırsınızsa, elə bunun
Yəni bu təsdiqi deyilmi ki, siz hədislərə inanmısınız və ehtiyac yoxdur. Siz onda burada bölgü yapmalısınız. Bölgü yapmalısınız. Nə bölgüsü? Elə bir hədislər var ki, o mənim fitrətimə hopmur, elə hədislər var ki, mənim fitrətimə hopur və mən onu inanıram, yaşayıram, inanmadığım hədislər var. Siz inanmadığınız hədislərə ola bilsin rast gəlmədiniz gedib araşdırmada. Anlata bildimmi? Özümü izah edə bildim. Çünki sizin söhbətlərinizi tuturam mən. Siz hədislərə inanırsınız. Hədislər sizin həyatınızda sabitdir. Yaşayırsınız. Amma yenə də bunu gedib görmək istəyirsiniz. Əmin olmaq üçün. Yəni əmin olmaq üçünmü? Yəni əmin olmaq üçün istəyirsiniz, rahat olasınız ki, bəli, Allah Rəsulunun Qurandan qıraqda bir hədisləri də var. Amma elə bu son səsinizdə elə danışdınız ki, mən hədislə yaşayıram, hədislərə inanıram, qəbul edirəm, heç kəs bunu mənə inkar etdirə bilməz. Heç mən bunları karbon qazı ilə yoxlatmamışam, amma inanıram. Onda sizin istədiyiniz bu hədisdə, onda mən iki yerə bölürəm bunu. İnanmadığınız hədislər var sizin ki, bu sizin fitrətə və yaxud da ki, iman etdiyiniz Quran-ı Kərimə uyğun gəlmir. Buna bir dənə izah versəz, inşallah mən sizə tam olaraq bir söz deyərəm. Təşəkkür edirəm sizə. Əgər siz qəbul etdiyiniz